Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izləyicilərimiz. Bugün sizə Maşdağa yolunun üzərində Kirov dairəsinə çatmamış, magistral yoldan 100-150 metr məsafəsi olan şəxsi tikili, yaşayışlı və əşyaları ilə birlikdə satışa çıxan həyət evimizi təqdim edəcəm inşallah. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Məlumatların hər biri videonun daxilində qeyd olunur. Gördüyünüz kimi evin məhəlləsinə qədər birbaşa asfalt yoldur. 2 sot torpaq sahəsindədir. Yerdən də 6-7 daş kürsüdə tikilib. Evimiz 3 otaqlıdır. 100 kvadrat evin ümumi sahəsidir. Qazı suyu işığı daimi fasiləsizdir. Sayğaçlarının da hamısı var. Evin padvalına 2 yerdən girişi var. Evin çardağına da girişi var. Betonlu evdir, kəmərli evdir. 4 tərəfdən də qoşadaşla tikilib. Bir daha qeyd edirəm, ev əşyalı satılır. Həyəti tam iddaşdır, əlavə boş torpaq sahəsi də saxlanılıb. Və evimiz dəhliz sistemlidir. Dəhlizdən otaqlara bölünür. Bura evimizin dəhliz hissəsi sağda gəlir. Birinci evin mətbəx hissəsi. Bir daha qeyd edirəm, evimiz əşyalı satılır. Ancaq ki, elektronika əşyaya daxil deyil. İndi isə keçək evin yataq otaqları ilə də sizi tanış edeyim. Bura evin hamam sanitar qovşağıdır. Hamam sanitar qovşağı istipoldan ibarətdir. Değerli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sizin də satışda olan hər hansı bir mülkünüz varsa bizimlə əlaqə saxlaya bilərsiniz. Mülkünüzün satışına tez bir zamanda köməklik göstərə bilərik. Pəncərələrin reşotkasına qədər var, kombisi var. Hər bir şəraiti olan evdir. Qiyməti 79.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılar olsa qiymətdə indirim olunacaq. Ev sahibi tərəfindən. Evimizin sənədi isə bələdiyyə sənədidir. Bu da ən sonuncu yataq otağıdır. Hər bir otağında geniş pəncərəsi var. Evimiz çox gözəl, havalı, işıqlı bir məhəllədə yerləşir. Bu qədər. Əlavə nə suallarınız olsa zəng edərək məlumat ala bilərsiniz. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.